Hər vaxtınız xeyir. Bugünkü təhlilimizi Trump'ın İranla bağlı ritorikasının arxasında nələrin dayana biləcəyini həsr edəcəyik. Təsəvvür edin ki, artıq iyun ayıdır. ABŞ bayraqları altında və minlərlə tərəfdarın qarşısında Donald Trump səhnəyə çıxır, əlini kütləyə uzadaraq deyir. Dostlar, bu çox sadədir. İranın çoxlu nefti var. Bəziləri deyir ki, dünyanın ən yaxşı neftidir və bu neft sadəcə orada yatır. Pis rəhbərlik altında, sanksiyalarla əhatədə, xaos içində. Amma bu neft Amerikaya həqiqətən xeyir gətirə bilər. Əlbəttə, Trump bu sözləri hələ ki deməyib. Amma onun üslubunu xarici siyasətə və xüsusilə enerji resursları ilə zəngin ölkələrə yanaşmasını analiz etsək, bugün mesajın istənilən an səslənə biləcəyini təsəvvür etmək çətin deyil. Bu sitatlar real deyil. Lakin Trump'ın düşüncə məntiqinə əsaslanan hipotetik rekonstruksiyadır. Müharibədən çox mənfəət, ritorikadan çox enerji və Amerika hər zaman qalib gəlir. Əgər sükan arxasında Trump varsa. 2025-ci ilin yanvarında Trump Oval kabinetə qayıtdıqdan sonra İranla münasibətlərdə gərginliyi ardıcıl şəkildə artırır. Xameneiyə məktub, ultimatum, bombardman təhdidləri və strateji bombardmançıları Diego Garcia'ya yerləşdirilməsi. Bütün bunlar müharibənin sadəcə zaman məsələsi olduğu təəssüratını yaradır. Amma ritorikaya baxmayaraq o əslində müdaxilə istəmir. Uzun müddətli münaqişəyə girmək niyyəti də yoxdur. Burada yalnız təzyiq var və cavab gözləntisi. Bəs əgər bu təhdidlər blefdirsə və Trump'ın əsl məqsədi hərbi qələbə yox, neft və sərfəli bir razılaşma əldə etməkdirsə, gəlin bu ssenarini yaxından araşdıraq. Geosiyasi baxımdan İran sadəcə daha bir yaxın şərq ölkəsi deyil. O, enerji nəhəngidir. Sübut olunmuş neft ehtiyatlarına görə dünyada 4-cü, təbii qaz ehtiyatlarına görə isə 2-ci yerdədir. Bu ehtiyatların böyük hissəsi sanksiyalar səbəbindən dünya bazarına çıxa bilmir. Amma onlar oradadır və Trump boşda qalan aktivləri hiss etməyi bacaran adamdır. Hipotetik çıxışında o belə deyə bilərdi. Bu neft sadəcə orada yatır. Sanksiyalar altında, pis rəhbərlik altında, xaosun içində. Bu təkcə cümlə deyil. Bu düsturdur. Trump hər şeyi aktivlər və gəlir çərçivəsində düşünür. O klassik strategi deyil. Çox tərəfli ittifaqlar qurmaqla məşğul deyil. O, razılaşma bağlayan iş adamıdır. Və əgər İran kimi bir ölkə qlobal güc balansını dəyişə biləcək neftə sahibdirsə, Trump bunu problem yox, fürsət kimi görür. Sual budur. Bunun əvəzində nə istəniləcək? Sətraltı oxunan ssenari belə görünür. Birinci, maksimum təzyiq yaratmaq, təhdidlər, ritorika, hərbi manevrlər, gərginliyi zirvəyə çatdırmaq. İkinci, təklif vermək. Amma açıq yox, qeyri-rəsmi, İranın yaxşı başa düşdüyü kanallarla, dolayı danışıqlar, vasitəçilər üzərindən siqnallar. Üçüncü, bazara müəyyən miqdarda neft çıxarmaq, bəlkə də humanitar sanksiyaların yumuşaldılması adı ilə, amma ABŞ-ın ciddi nəzarəti altında. Dördüncü, bütün bunları qələbə hekayəsi kimi təqdim etmək. Müharibəsi sülhə nail oldu və bu Amerikanın xeyrinədir. Və bu kifayət qədər realdır. Bir müddət əvvəl Trump demişdi ki, əgər hakimiyyətə gələrsə, Ukraynadakı müharibəni tezliklə bitirə bilər. Bu sülh əvəzində güzəşt düsturundan realda istifadədir və faktiki olaraq ərazinizi verin, atəşkəs alın anlamına gətirib çıxarır. Bu model indi İranla bağlı tətbiq edilə bilər. Amma yeni formada. Nüvə proqramından imtina edin və neftinizdən istədiyiniz kimi istifadə edin. Amma bizim şərtlərimizlə. Trump'ın strateji resurslara yanaşmasını nəzərə alsaq, birbaşa açıq tələb ehtimalını da istisna etmək olmaz. Ukrayna ilə bağlı nadir torpaq metalları məsələsində olduğu kimi, o, İrandan ixrac olunan neftə ABŞ-ın nəzarət payı və ya Amerika şirkətlərinin İran yataqlarına çıxışı qarşılığında sabitlik vədi ilə
belə bir tələblə çıxış edə bilər. Bu yanaşmada sülh və neft təkcə razılaşmanın şərtləri deyil, yaxın şərq enerji bazarına ABŞ-ın təsir imkanlarını artırmaq üçün vasitə ola bilər. Müharibə təhlükəsi realdırmı? Bəli, Trump təhdidi gerçək görünməsi üçün onu gücləndirməyi bacaran bir şəxsdir. Amma o nə Biden'dir, nə də ki kiçik Bush. O işğal zonaları yaratmır, demokratiya ixrac etmir. O Amerika üçün gəlir və etkisiz qələbə imicləri yaradır. Əgər İrandan gözlənilən davranış hərbi müdaxiləsiz mümkün olacaqsa, Trump bu yolu seçəcək. Bəs İran bu oyuna razı olacaqmı? İranın yaddaşında 1953-cü il var. Məhəmməd Müsəddiqinin nefti milliləşdirmə cəhdindən sonra ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi və Britaniyanın M16-sının onu devirməsi. Bu hadisə İranda hələ də unudulmayıb. Neftin yenidən Qərbin nəzarətinə keçməsini nəzərdə tutan istənilən razılaşma ölkə daxilində qəzəb və xəyanət qorxusu yaradır. Bununla belə İran iqtisadi vəziyyəti son 10 illiklərin ən ağır dövrünü yaşayır. İnflyasiya, çatışmazlıqlar, investisiya qıtlığı. Əgər Trump İranla müharibə yolu ilə deyil, razılaşma yolu ilə qlobal iqtisadiyyata qayıtmaq formatı təklif etsə, bu yeganə çıxış yolu kimi qəbul oluna bilər. Buna görə hətta nüvə ambisiyalarını müvəqqəti dondurmaq da olar. Əlbəttə, belə bir addım mühafizəkarlar, hərbi elitalar və ruhanilər tərəfindən müqavimətlə qarşılanacaq. Amma İran siyasi sistemi pragmatikdir. Əgər fayda simvolizmdən üstün olarsa, bu işləyə bilər. Bəs Trump nə əldə edəcək və bu razılaşmadan kim uduzacaq? İranla yaxınlaşmanı narahatlıqla izləyən İsrail, İran neftinin ucuzlaşması ilə təhdid edilən Səudiyyə Ərəbistanı, yoxsa İranla enerji sahəsində ekskluzivliyini itirən Çin? Birincisi, neft qiymətlərinin aşağı düşməsi Rusiya və Venezuela və OPEC üçün zərbədir. İkincisi, müharibəsiz güc nümayişi, trilyonlarla xərci olmayan qələbə imici. Üçüncüsü, geosiyasi tamaşa. Mən sadəcə prezident deyiləm, başqalarının müzakirəyə belə cürət etmədiyi razılaşmaları mən bağlayıram. Beləliklə, əgər Trump hipotetik olaraq demirəm ki, biz bu nefti götürəcəyik, amma mən hakimiyyətdə olanda Amerika pis razılaşma etmir deyirsə, deməli bu blef deyil. Bu onun xarici siyasətinin dilidir. Bu ideallar haqqında deyil, bu təsir imkanları haqqındadır. Sülh haqqında yox, qazanc haqqındadır. İran hələ onu hansı oyuna cəlb edildiyini tam anlamaya bilər. Amma yaxın həftələrdə hava zərbəsi yox, təklif gələcəksə, deməli indiyədək eşitdiklərimiz təhdid yox, bazarlığın başlanğıcıymış. Videonu sona qədər izlədiyiniz üçün təşəkkür edirəm. Əgər bu təhlil sizə maraqlı gəldisə və sizi düşündürdüsə, bəyən düyməsini sıxın, abunə olun və şərhlərdə fikirlərinizi yazın. Necə düşünürsünüz? Trump doğrudan da hücum edəcək İrana, yoxsa bu yalnız bir pazarlıq üsuludur? Görüşənədək unutmayın, hadisələrin arxasında həmişə başqa bir mənzərə var.